Белюшка, Белюшка, моя Белюшка. Уже 4 года он живет у нас. Белюшка, чистый белый мальчик. Пятый апреля, суббота, 2025 год. У нас вечер уже. Вот я сижу лохматая, не хотела бы ходить, но сердце сказало, что выйди немножко воздухом дыши. Извините, что я такая лохматая. Старость не радость. Вот и моя Белюшка. Скоро здесь, вот мой чердак будет зеленый здесь. Люблю природу. Природу люблю. Очень люблю. Природа – это здоровье. Зелень – это возрождение природы, жизни, дает радость. Солнышко вот надо мной. Облачное небо. Облачная река. О, как река, видите? Картинка, как река. Красивое небо. Ветрено, ветер дует, сильный ветер. Мои ролики все снимаю на память. Для родных, для друзей, чтобы я осталась в истории.
благодарим тех инженеров, конструкторов, которые создали интернет, Форекс, который компьютера создал, людей, которые вот создали такой вот, Бог выбирал их, поручил, что делайте вот такие дела. Сидишь дома, гуляешь по всему миру. Но сатанинские люди портят все, жизнь людей. Посмотрите, какая красота. Небо, посмотрите, какая красота. Какая панорама небесная. Dağlar dağlar ulu dağlar, başı karlı karlı dağlar. Siz yol verin mənə, gedim çıxım Ağdamıma. Bir de bakın, namər dostun gözlerine. Bir de bakın, namər dostun gözlerine. Dağlar dağlar, ulu dağlar, başı karlı karlı dağlar. Dağlar dağlar, ulu dağlar, başı karlı karlı dağlar. Dağlar dağlar, sıra dağlar, yamacları yaşıl dağlar, gül çiçekli ulu dağlar. Siz yol verin bana, gedim çıxım vətənimə. Bir dolaşım bağımızda, bir de girim evimize. Bir dolaşım bağımıza, bir de girim evimize. Dağlar dağlar, ulu dağlar, başı karlı sıra dağlar. Dağlar dağlar, ulu dağlar, başı karlı dağlar. Dağlar dağlar, koca dağlar, vətənimə baxan dağlar. Yollarımı bağlamayın, yüreğimi dağlamayın. Gedim görüm vətənimi, söndürün bu hasretimi. Gedim görüm vətənimi, söndürün bu hasretimi. Dağlar dağlar, ulu dağlar, başı karlı karlı dağlar. Dağlar dağlar, ulu dağlar, başı karlı karlı dağlar. Dağlar dağlar, sıra dağlar, ceyran cüyürlü dağlar, gül çiçekli sıra dağlar. Siz yol verin mənə, gedim çıxım vətənimə. Bir de bakın, namərdlərin gözlerine. Bir de bakın, namerd dostun
gözlerine, namerlerin gözlerine. Dağlar dağlar, ulu dağlar, başı karlı sıra dağlar. Dağlar dağlar, ulu dağlar, başı karlı sıra dağlar. Çınarlar katar katar, kalkıp zirveye çatar. Dağa kısılıp yatar, mışıl mışıl dereler. Dereler, dereler, ay dereler. Yaşıl yaşıl dereler. Dereler, dereler, ay dereler. Yaşıl yaşıl dereler. Sizlere vurgunam ben, ne yaxşı ki varsınız. Zirvelere ucalan, yaşıl kanatlarsınız. Dereler, dereler, ay dereler. Mışıl mışıl dereler. Dereler, dereler, ay dereler. Yaşıl yaşıl dereler. Eğer ki yıkılsam çınar gözlerin, ben ona sökenip arana bakım. Gözlerim görmese, gözlerim görmese, bana yol gösterin. Ben ona sökenip arana bakım. Gözlerim görmese, vateni verin. Ben onun gözüyle cihana bakmay. Sizlere vurgunum ben, ne yaxşı ki varsınız. Zirvelere ucalan, yaşıl kanatlarsınız. Dereler, dereler, ay dereler. Yaşıl, yaşıl dereler. Dereler, dereler, ay dereler. Yaşıl, yaşıl dereler. Bu dereleri Şevket'ten sonra belki yüzler defelerle sahnede okumuşam. Şevket bu derelerin ustasıydı. Ben de cavan bir müğenni, xananda artist kimi çok sevilirdim. Bu dereleri okuyanda hoşum gelen mahnıdır. Allah Şevket Hanım'a rahmet eylesin. Ondan başka, benden başka bu dereleri kimdense o eşitmemişim. 69 idi. 70'inci yıllarda radyoda, Azerbaycan radyosunda varımdı. Arxivdə, eğer itirməyiblərsə. Ağdam radyosunda da okumuşam bir-iki dəfə. Mərdima zarar dünyanı körədılar. Gorbaçov görən o dünyadan ağayırır. Orada da perestroika eləyir Gorbaçov. Eserini dağıttılar, insanların həyatını körladılar. Vətənlərindən darmadağın elədilər. Allah cəzalarını verəcək o dünyada. Görürsüz, ne güzel panoramadır. Yağışlı bulut da var. Temiz bulut da var. Güzel panoramadır. Akşam 8'e işləyir ama görürsüz. Oktyabra qədər, hərdən oktyabra qədər, oktyabrın 1-nə qədər, hərdən oktyabrın 25-i, 20-sinə qədər aydın olur, gün olur. Gece saat 3'te, 4'te belki bir balaca karanlıklaşır elə belə. Ay da təzələnib, dünən salavat görə bilmədim. İnsanlar, dostlar, ay təzələnəndə aya baxdınızsa başka insanlar üçün də salavat çörüyün. Deyin ki,
Salavat çörün deyin. Salavat çörə bilməyənlər üçün salavat çörürəm 3 dəfə. Xeyir tapacaqsınız. Yarım saat otururam burada. Əzəldən qardaşdır ellərimiz, dostluqla birləşib əllərimiz. Ürəyi bir olub, nəşəsi bir olub, vüqarı bir olub ellərimizin. Ah, ürəyi bir olub, diləyi bir olub, vüqarı bir olub ellərimizin. Kür araz ararat güzeldi bu hayat. Kür araz ararat güzeldi bu hayat. Kardeş olup hayatsan Azerbaycan. Kardeş olup hayatsan Azerbaycan. Kardeş olup hayatsan Azerbaycan. Heyf o dost illere, gediş geliş illerine, milletçilik, kafirliği olmayan illere, merdim azar insanlar, merdim azar, öz ailesinin de qədrini bilmeyen, hayatın kısa olmağını bilmeyen, şeytana uyan, şeytana satılmışlar, muharibə təşkil eləyənlər, millətçilik eləyənlər, canlı Allah'ın yarattığı canlını, insanı öldüren, başkasının ölümüne sevinenler, özleri yaddan çıkardılar ki, bilmirlər ki bir saat sonra ne olacak. Şeytana kulluk eləyən satqınlar, Allah cezanızı verecek, Allah her şeyi yazır. Ey insanlar, ey insanlar, ha vaxt ağıla minəcəksiniz, ha vaxt. Bu dediklerim bütün insanlığa ait değil. İnsanlığın içinde, komşuluğun içinde, qohumluğun içinde, iş yerindeki tuz çörək kəsib tapdalayan vicdansızlara deyirəm, satqınlara deyirəm, şeytana uyan, şeytana satılmış, şeytana qulluq eləyənlərə deyirəm. $21-ci əsrdir. Oturursan evdə, hər yeri gedib gəzib gəlirsən. Zəng eləyirsən, bazarlığını evə gətirirlər. Allah Teala böyle güzel şəraitlər yaradır insanlıq üçün. Ne istirsiniz Allah'ın torpağından? Ay vicdansızlar. Torpaq səninkidir, torpaq səni yiyəcək, udacaq. Üstündəki, bədənindəki sümüyünü koruyan ətin çürüyəcək, sümüyün qalacaq, sümüyün də çürüyəcək. Qanmırsınız ki, hər şey Allah'ındır, canımız da Allah'ındır, nəfəsimiz de Allah'ındır, danışan dilimiz de Allah'ındır, torpaq da su da. İnsanların heç nəyi yoxdur, heç nəyi. Allah'a şükür eləyin, Allah'a şükür deyin. Ay vicdansızlar, ay vicdansızlar. Ey Allah'a bağlı insanlar, kadınlar, kişiler, neneler, babalar, cavanların içinde de Allah'a inananlar, dostluq təbliğ eləyin, qardaşlıq, qonşuluq təbliğ eləyin, mehribançılıq təbliğ eləyin, pisliklərdən uzaq durun. Xəbir, şeytana uyan insanlar qonşuluqda da var, qohumların içində də var, işlədiyin yerdə də var, bütün millətlərin içində var, bütün millətlərin içində satqınlar var, paxıllar var.
Rızkım gitti. Bir yarım saatte otururum. Dekabrın 20'sinden həyətə də çıxmamışam, çölə də çıxmamışam. Akşama kimi kompüterdə Türk dizilerine baxıram, Hind kinolarına baxıram, xəbərlərə baxıram, vətənə baxıram, vətənin bütün kanallarına baxıram. Bugün 5 Aprel 2025-ci ildir. Rusiyadan bütün vətənimə salamlar olsun. Vətənimdəki Ağdamın Qarqar çayının qırağındakı Şelli Narbağının altında Qarqarın Stepanakertdən gələn sahilində Şellinin altında 47 ağacım var orada. Hərdən birdən YouTube'da baxıram. Uzaqdan kimsə adamlar çəkib, amma düzəməli çəkməyiblər. Hardasa bir-iki yerdə ağaclarımdan qalıb gözəl bağ salmışdım düz çayın qırağında. Nazirlikdən vermişlər mənə. Ayparada sədr müavini olduğum üçün bütün həkimlərə vermişlər. Mənə də vermişlər. İşlədiyim, artist işlədiyim teatrda da, Ferdiyev adına teatrda da başladılar paxıllıq eləməyə mənə ki, mən həm teatrın aparıcı artistlərindən idim, həmkarlar sədri idim teatrda. Teatrın ikinci bir müdiri kimi idim. Tamaşalar təşkil eləyirdim. İşçilərə kömək eləyirdim, əl uzadırdım. İşləməyi sevirəm, çox sevmişəm cavanlıqda. İndi də 80 yaşım var. Allah hamınıza uzun ömür versin. Gene də yıxıldım səpimin ucundan, itimin ucundan yıxıldım. Sol ayağım, baldırım ikiyə bölündü. Amma həmvətənim məni şəhərdə əməliyyat eləyibdi, gəzirəm eləyirəm. Amma qorxuram çox. Allah heç kimə göstərməsin. Elə bil xaç üçün baltalamışlar, yarı bölmüşlər ayağımı. Dəhşət. Şehirli bağım, şehirlinin altında düz Qarahacı qəbirstanlıqla Çaxır zavodunun paralel Stepanakert yolunun dəmir yolu ilə paralel